Salam müəllimlər və müəllim olmağa hazırlaşan müdavimlər. Hər birinizi salamlayıram. Mən Abbasova Aygün, kurikulum təlimçisi. Bu günləri biz sizinlə tədrisin növləri, təlim modellərini keçəcəyik. Biz bilirik ki, bu 2024-cü il yeni kitabında təlimin forma və modelləri vardır ki, hansı ki, burada yeni əlavə olunan modellər var. Bunlar hansıdır? Sorğu və araşdırma əsaslı təlimdir. Problem və layihə əsaslı onsuz var idi. Sadəcə bir daha nəzər yetirəcəyik. Daha sonra bir də müəllimlər birbaşa təlim var. Deməli, bu təlim modellərini biz sizinlə nəzərdən keçirəcəyik və qeyd etdiyim bu təlim modelləri yeni əlavə olunub. İlk öncə onu qeyd edeyim ki, tədris iki formada aparıla bilər. Canlı formada, yəni əyani şəkildə və onlayn, yəni elektron platformalar üzərindən keçirilən, deməli, distant olan. Yəni, tədris iki formada aparıla bilər. Bir, canlı əyani formada, bir də onlayn distant formada. Canlı əyani və yaxud da ənənəvi dərslər onlayn dərslərdən əsas fərqi ondan ibarətdir ki, bu dərslərdə müəllim və şagirdlər fiziki olaraq sinifdə olurlar. Yəni, fiziki olaraq sinifdə olurlar. Onlayn, yəni distant dərslər isə, hansı ki, yadımızdadırsa, bu COVID virusu yayılan zaman bütün hər yerdə təlim keçmişdi, distant təhsilə. Və onlayn dərslər isə müxtəlif texnologiyalar, elektron platformalar üzərindən distant şəkildə həyata keçirilir. Onlayn təhsil canlı təhsildən fərqlənir və burada fərqli yanaşmanın olması olduqca vacibdir. Həm canlı, həm də onlayn dərslər sinxron və asinxron ola bilər. Asinxron dərslər təşkil etmək daha çox onlayn dərslərdə rahat olur. Amma canlı dərslərdə də bu yanaşmanı tətbiq etmək mümkündür. Bütün proseslər keçirilən mövzu, dərsin məqsədi, şagirdlərin intellekti, marağı, öyrənmə tərzi və sayası olaraq aparılır. Hətta kombinə olunmuş şəkildə hibriddən də istifadə olunur. Bəs sinxron tədris nədir? Gəlin sinxron tədrisdən başlayaq. Sinxron tədris prosesinin elə bir tipidir ki, burada şagirdlər eyni zamanda prosesə cəlb olunurlar. Asinxron dərsdən fərqli olaraq proses hamı üçün eyni anda gedir. Belə ki, şagirdlər eyni müzakirədə eyni zamanda iştirak edirlər. Sinxron tədrisi müxtəlif formatlarda keçirilə bilər. Baxın, müəllimlər, sinxron tədris nədir? Sinxron odur ki, dedik ki, həm əyani ola bilər sinxron, həm də onlayn formada ola bilər. Amma belə bir şeydir ki, sinxronda, məsələn, dərslər onlayn şəkildə hamı əvvəlcədən bilir ki, saat 4-də, məsələn, tutaq ki, deyirəm, 5-ci gün saat 4-də tutaq ki, mənim hazırlığım var. İxtisasdan, hər hansı coğrafiyadan, tarixdən, riyaziyyatdan. Artıq hər kəs həmin vaxta qoşulur və hamı eyni anda dərsdə olur. Bəs hansı formatları var? Gəlin buna nəzərə yetirək. Canlı dərslər var. Müəllim və şagird fiziki olaraq bir mühitdə olduqları ənənəvi sinif otaqlarında dərslər sinxron tədrislə keçirilir. Bəli, yəni ənənəvi olan keçirilən bu məktəbdəki dərslər, universitetdəki dərslər, canlı dərslər, əyani şəkildə gedib iştirak etdiyimiz bu dərslər olacaq sinxronun canlı formatı. Onlayn dərslər var. Burada artıq müxtəlif elektron platformalar üzərindən qurulan onlayn dərslər vardır ki, müəllim və şagirdlər eyni anda, eyni zamanda öyrənmə prosesinə cəlb olunması sinxron tədris hesab edilir. Baxın, müəllimlər, eyni vaxtda və yaxud da qeyd etdiyim kimi, məsələn, bu günləri saat 4-də tutaq ki, tarixdən və ya coğrafiyadan hazırlığım var. Yəni, artıq hamı bilir ki, bu vaxtdadır və hamı o vaxta qoşulur. Artıq nə olur? Hamı eyni anda, eyni zamanda öyrənmə prosesinə cəlb olunur. Və sinxron tədris zamanı Microsoft Teams'dir, Zoom'dur, Google Meet və s. kimi onlayn platformalardan istifadə oluna bilər. Digər platformalar isə köməkçi xarakter daşıyır. Məsələn, email, Google Docs, e-class, podcast, radio çıxışların audio yazıları, bloqlar, beyin xəritəsi qurmaq üçün proqramlar və s. Bunlar artıq köməkçidir. Bir növ ikinci dərəcəli köməkçi xarakter daşıyır. Köməkçi platformadır, belə deyək. Daha sonra webinar və interaktiv oyun seansları var. Webinar adətən bu görüşlər mühazirə xarakteri daşıyır. Webinar və seminarlarda bir və ya bir neçə mühazirəçi prosesin iştirakçıları ilə ünsiyyətdə olur və eyni zamanda da eyni məkanda baş verir. Bəli, müəllimlərim, webinar və seminarlarda, bəlkə də seminarlarda iştirak etmisiniz. Yəni orada məsələn
müəllim danışır, sizə nəyisə izah edir, daha çox mühazirə formasında olur da. Məsələn, bir şey haqqında məlumat verir. Tutaq ki, siz dinləyirsiniz, amma sizinlə eyni zamanda da, düzdürmü? Yəni eyni anda hamı qoşulub həmin o seminara. Ola bilər ki, sizdə eyni zamanda sizə sual verə bilər, ünsiyyətdə də olacaq. Yəni burada eyni zaman, eyni məkan anlayışı var. İnteraktiv onlayn seanslar. Burada müxtəlif deməli qrup işləri, daha sonra onlayn diskussiyalar aparılır, təqdimatlar edilir. Yəni sinxron tədrisin açar məqamları odur ki, proses eyni zaman kəsiyində hamının prosesə cəlb olunması ilə baş tutur. Burada əks əlaqədə zamanında verilir, sual-cavab prosesi də anında baş tutur. Şagirdlər onlara qaranlıq qalan məqamlarla bağlı sual verə bilirlər. Deməli müəllimlər, baxın, sinxron tədrisin açar məqamı, əsas məqamı nə oldu? Əsas məqam odur ki, burada hər kəs prosesə eyni anda prosesə cəlb olunur. Burada eyni zamanda vaxtında, yəni həmin anda da əks əlaqə qurmaq mümkün olur və həmin anda da sual-cavab baş verir. Bu hissələrimizi yadımızda saxlayaq. Və sinxron tədrisin asinxron tədrisdən üstün cəhətləri hansılardır? İştirakçılar arasında canlı əlaqə yaradılır. Bəli. Məsələn, tutaq ki, indi onlayn dərsdən qoşulmuşuq. Məsələn, sizin aranızda əlaqə yaradır. Mən sizə danışıram, siz mənə sual verəcəksiniz və yaxud da bir-biriniz müəllimlər digərinin fikrini məsələn münasibət bildirir. Burada canlı əlaqə var. Eyni zamanda fiziki olaraq da, onlayn olaraq da bunu qeyd edə bilərik. Daha sonra şagird və müəllimlər arasında məlumat və təcrübələrin ani ötürülməsi təmin edilir. Bəli, məlumat və təcrübələr həmin an üçün həmin anda ötürülə bilər. Daha sonra əks əlaqə yaradılır. Bəli, bir-birimizlə əks əlaqə yaradılır, vaxtında rəy verə bilərik. Daha sonra dərslər hər dəfə əvvəlcədən müəyyən edilmiş vaxtda baş verir. Bəli, müəllimlər, dərslər əvvəlcədən. Artıq məsələn siz hamınız bilirsiniz ki, bizim dərsimiz saat neçədə və neçənci günlərdir, düzdürmü? Yəni artıq hamı o vaxta uyğun hazır olur, dərsə qoşulur. Şagirdlər arasında ünsiyyətin qurulmasını və sosial bacarıqların inkişafını təmin edir. Bəli, müəllimlər, davam edirik asinxron tədrislə. Asinxron tədris nədir? Sinxron tədrisin əksinə olaraq asinxron tədrisdə iştirakçıların hamısının eyni zamanda, eyni məkanda olması vacib deyil. Deməli, sinxronda eyni zaman və eyni məkanda olmalıydılar, amma asinxronda bu vacib deyil. Bəs bu necədir? Gəlin davam edək. Bu tədris tipində şagirdlər təqdim edilən materialla onlara uyğun və rahat zamanda tanış ola bilərlər. Qrafiklərini özləri tərtib edirlər və burada sərbəstdirlər. Lakin bu qrafiklər tapşırıqların təhvil verilməsi zamanı ilə uyğunlaşdırılmalıdır. Asinxron tədris şagirdlərdə metakognitiv bacarıqların inkişafına daha çox şərait yaradır. Bəli, doğrudur. Müəllimlər, biz sizinlə metakognitiv bacarıq keçmişdik. Metakognitiv bacarıq neçə hissəyə bölünmüşdü? 3 hissəyə bölünmüşdü, düzdürmü? Baxın, orada özünü tənzimləmə var. Özünü monitorinq var və özünü qiymətləndirmə var, düzdürmü? Yəni, burada əsas məqsəd bu özünü niyə deyirik ki, biz asinxron tədris modelində metakognitiv bacarıqların inkişafı şərait yaradır. Çünki hər şey şagirdin öz öhdəsinə buraxılır. Artıq o özü bu bacarıqları, yəni özü öz strategiyasını qurmalıdır. Məsələn, özü bir yol seçməlidir və ona uyğun hazırlaşmalıdır. Vaxtında təhvil verməlidir dərsi, tapşırığı daha doğrusu. Daha sonra müəyyən özündə, tutaq ki, hər hansı bir hisslər yarana bilər ki, məsələn, tənbəllik hissi. Tutaq ki, tənbəlliyi tutar, sonra edərəm, bunu edərəm. Artıq özünü tənzimləməsi olmalıdır. Öz hiss və emosiyalarını idarə etməyə bacarmalıdır. Qarşına plan qoymalıdır, bu planda hazırlamalıdır. Bütün bunlar metakognitiv bacarıqların daxilində getdiyinə görə, ona görə də biz deyirik ki, asinxron tədris şagirdlərdə metakognitiv bacarıqların inkişafına daha çox şərait yaradır. Artıq onlar özləri öz davranışlarını idarə etməyə bacarmalıdırlar. Asinxron tədrisdə. Daha sonra, lakin sinxron tədrisdən fərqli olaraq, şagirddə əks əlaqə həmin an verilmir. Şagirdlərin sosial bacarıqların inkişafı öz öhdələrinə buraxılır.
Aha. Deməli, sinxron tədrisdən fərqli olaraq əks əlaqə həmin an verilmir. Bəli, müəllimlər, axı verilə bilməz. Bir var, mən sizinlə canlı ünsiyyətdə olum indi. Siz mənə sual verəsiniz və yaxud da hər hansı bir fikir söyləyəsiniz. Mən də sizə əks əlaqə quram da, düzdürmü? Cavab verəm. Amma asinxronda elə deyil axı. Asinxronda sinxron kimi eyni zamanda eyni məkanda olması vacib deyil. Müəllim tapşırığı və yaxud da dərsin izahını video formasında atar sizə. Siz ona baxarsınız, qulaq asarsınız və tapşırığı sonra təqdim edəcəksiniz. Artıq siz tapşırığı təqdim edərkən müəyyən bir suallarınız yaranıbsa, yəni həmin an üçün siz onu verə bilmirsiniz də, sonradan verirsiniz. Ona görə də deyir ki, asinxronda əks əlaqə həmin an verilmir. Aha. Bir də sosial bacarıqların inkişafı öz öhdələrinə buraxılır. Baxın, bu sosial bacarıqlar burada da vardır. Burada deyir ki, sosial bacarıqların inkişafını təmin edir sinxronda. Amma asinxronda deyir ki, öz öhdələrinə buraxılır. Niyə öz öhdələrinə buraxılır? Çünki daha çox burada artıq şagirdlər özləri məsuliyyət daşıyır. Çünki hər şey onların öz öhdələrindədir. İstədiyi vaxt təqdim edirlər, amma təbii ki, istədiyi vaxt deyəndə, yəni müəyyən tarix var. Tutaq ki, məsələn, yadınızdadırsa, bəlkə məsələn universitetdə hamımız kollegiumlarda, kollegium deməyim, sərbəst işlərdə iştirak etmişdi, düzdür? Bizə məsələn sərbəst işlərin tarixini müəllim əvvəlcədən verirdi ki, filan vaxtda təqdim etməlisiniz. O vaxta qədər mən istədiyim vaxt təqdim edə bilərdim müəllimə hazır olan kimi, düzdürmü? Yəni dərslərin birində təqdim edə bilərdim hazırlığı, əgər hazırdırsa. Yox, əgər hazır deyilsə, mən artıq həmin tarixdə mütləq şəkildə təqdim etməliydim. İndi bu da odur ki, yəni asinxron tədrisdə bizə verilən tapşırığı biz qeyd olunmuş tarixə qədər istədiyimiz vaxtda təqdim edə bilərik. Onu demək istədim mən. Davam edək. Asinxron dərslərdə spesifik olan məqamlar hansılardır? Yəni sırf asinxron tədrisə aid olan məqamlar, xüsusi məqamlar, spesifik məqamlar hansılardır? Əvvəlcədən hazırlanmış mühazirələr və ya video çarxlar. Şagirdlər bu materiallarla özlərinə uyğun vaxtda və öz qrafiklərinə uyğun şəkildə tanış ola bilərlər. Həmçinin materialı hissə-hissə oxumaq, dinləmək və ya izləmək də ola bilər. Ehtiyac yaranarsa bir neçə dəfə oxumaq və ya dinləmək imkanı olur. Baxın müəllimlər, hal-hazırda mənim sizə göndərdiyim, yəni ikisi də daxilində. Əslində biz hibrid keçirik də. Baxın. Mən indi sizə bu dərsə siz baxırsınız, düzdürmü? Siz bu izah videosuna baxırsınız, məni dinləyirsiniz. Artıq siz niyə nədiniz? Yəni bunu istəsəniz bir dəfə də baxa bilərsiniz. İstəsəniz məsələn irəli çevirib məsələn sizə yenə aydın olmayan hissələri bir dəfə də baxarsınız. Məsələn oxudunuz, yadınızdan çıxdı, qayıdıb yenə baxa bilərsiniz. Artıq bu sizin öz qrafikinizə, özünüzə uyğundur da. Yəni bu material sizin istədiyiniz vaxt, yəni öz vaxtınıza uyğun, özünüzə uyğun vaxtda keçirirsiniz də bunu, düzdürmü? Yəni ehtiyac yaranarsa bir neçə dəfə baxa bilərsiniz. Artıq yəni burada əvvəlcədən hazırlanmış mühazirə və video çarx gedir. Daha sonra diskussiya üçün yaradılmış onlayn forumlar. Bu forumlarda iştirakçılar istədikləri zaman sual verə və ya suala cavab yaza bilərlər. Bu da deməli burada da vaxt məhdudiyyəti yoxdur. Aha. Elektron poçt və ya digər mesaj ötürmə vasitələrindən istifadə. Elektron vasitə ilə həyata keçirilən bu cür ünsiyyətdə həmin dəqiqə cavab vermə məcburiyyəti tələb olunmur. Rəqəmsal tapşırıq və layihələr. Şagirdlər əvvəlcədən müəyyən olunmuş zaman çərçivəsində hazırladıqları işləri rəqəmsal platformalar üzərindən göndərə bilərlər. Tapşırığı göndərmək üçün əsas zamandan başqa zamanın məhdudiyyəti yoxdur. Deməli, müəllimlər, biz bilirik ki, artıq müasir dövrdə texnika və texnologiyanın inkişaf elədiyi bir dövrdə yaşayırıq və buna görə də bizim artıq bugünün aktual, tələbatı olduğuna görə biz hər birimiz istifadə edirik. Telefonlardan, notebooklardan, kompüterlərdən, planşetlər və s. Bu rəqəmsal, bizim müəyyən rəqəmsal bacarıqlarımız da olmalıdır təbii ki. Və biz müəyyən bir tapşırıqları, müəyyən bir işləri hazırlaya bilərik onların üzərindən, rəqəmsal platformalar üzərindən hazırlayıb belə də göndərə bilərik. Məsələn, hər hansı bir təqdimat, hər hansı bir mövzu ilə bağlı bir təqdimat hazırlayırıq və onu PowerPoint-da hazırlayırıq və yaxud da Word-də məsələn yazırıq, hazırlayırıq və onu belə bu formada göndəririk. Artıq bu olur rəqəmsal tapşırıq və layihələr. Canlı dərslər ənənəvi sinif otaqlarında asinxron tədrisdə mümkündür. Layihələrin müzakirəsi, icrası zamanı yaranan çətinliklərin həll edilməsi və s. Bütün bununla bağlı olan məsələlər müzakirə olunur və həll olunur. Asinxron tədris həm onlayn, həm də canlı şəkildə keçirilsə də onlayn dərslər üçün daha rahat və məqsədə uyğundur. Bəli, müəllimlər, asinxron daha çox onlayn üçün məqsədə uyğundur. Nəyə görə? Çünki
Məsələn, sizə müəyyən video izahlar atılır, siz onlara baxırsınız, müəyyən biliklər qazanırsınız. Daha sonra sizə verilən bu tapşırığı müəyyən bir zaman çərçivəsində sizə verilir. O zamana qədər istədiyiniz vaxtda onu təqdim edə bilərsiniz, icra edə bilərsiniz. Və yaxud da hamının bir sinifdə olmağı vacibdir. Yəni sizin burada bir növ metakognitiv bacarığınız işə düşür. Artıq siz öz vaxtınızı, planınızı idarə edirsiniz, öz məsuliyyətiniz yaranır. Yəni bu bir növ daha yaxşı olar. Məsələn, onlayn hazırlıqlar üçün, məsələn, oturduğunuz yerdən rahat şəkildə formada platforma üzərindən, internet platforması üzərindən hazırlayıb təqdim edə bilərsiniz onlayn şəkildə. Yəni sırf həmin məkana getmək vacib deyil. Ona görə də asinxron daha yaxşı olar, daha çox onlaynda istifadə olunur. Cədvəl işin icrası üçün müəyyən edilmiş zaman seviyə olduğundan şagirdlərdə vaxtı idarə etmə, vəzifələrini zamanında icra etmə bacarıqlarına, məsuliyyət kimi keyfiyyət formalaşmasına da daha çox imkan yaradır. Bəli, bir növ şagirdlərdə məsuliyyət yaranır. Həm onlarda vaxtı idarə etmə bacarığı formalaşır, həm eyni zamanda vəzifələrini zamanında icra etmə, zamanı düzgün idarə etmə bacarıqları da formalaşmış olur. Asinxron tədrisin sinxron tədrisdən üstün cəhətləri. Öyrənmə şagirdlərin özünə uyğun və rahat vaxtda baş verir. Araşdırma və təhlil aparmağa daha çox zaman olur. Bəli, çünki sizə kifayət qədər vaxt verilir. Siz istədiyiniz zaman təqdim edə bilirsiniz. Amma müəyyən qeyd olunmuş zamana qədər, tarixə qədər. Şagirdlər tapşırıqları yerinə yetirilməsi vaxtını seçməkdə sərbəstdirlər. Bəli. Şagirdlərin güclü motivasiya, özünü idarə etmə və vaxtının idarə edilməsi bacarığı tələb edir. Bəli, təbii ki də. Ola bilər ki, siz ruhdan düşərsiniz, motivasiyanız olmaz bu gün hazırlaşmağa. Ona görə də özünüzün idarə etməniz olmalıdır. Emosional vəziyyətinizi idarə etməyə bacarmalısınız. Buna görə də metakognitiv bacarıqlar burada daha çox inkişaf etdirməlidir. Gəldik növbədə hibrid tədris forması nədir? Hibrid tədris dərslərin bir hissəsini canlı, bir hissəsini isə onlayn şəkildə, həmçinin sinxron və asinxron formada keçirilən dərs formasıdır. Tədqiqatçılar Sarah Delotsier və Matthew Rhodes qeyd edirlər ki, asinxron tədris sinxron tədrislə kombinə olunaraq tətbiq edildikdə daha faydalı olur. Yəni, həm sinxronu, həm asinxronu birləşdirərək tətbiq etdikdə daha faydalıdır. Bu zaman dərsin materialları əvvəlcədən şagirdlərə göndərilir və müəyyən tapşırıqlar verilir. Sonra isə sinxron tədrisdə olduğu kimi əvvəlcədən müəyyən olunmuş bir vaxtda canlı onlayn dərslər təşkil edilir və müzakirə, təqdimat keçirilir. Bu zaman həm şagirdlərin seçim etməsinə və sərbəst çalışmasına şərait yaradılır, həm də müzakirə, təqdimatların və sair keçirilməsi təmin olunur. Bəli, mən sizə bayaq da qeyd elədim. Məsələn, mən sizə əvvəlcədən video izahlar atıram, düzdürmü? Bu video izahlar atılır və siz bir növ bununla nə edirsiniz? Bundan faydalanırsınız, öyrənirsiniz, istədiyinizdə yenidən baxa bilərsiniz, anlamadığınız məqamları bir daha çevirib baxa bilərsiniz və keçirik daha sonra sinxrona. Artıq əvvəlcədən müəyyən bir vaxt təyin edirik və həmin vaxtda hamımız canlı şəkildə qoşuluq onlayn dərslər. Artıq bu olur sinxronla asinxronun birlikdə kombinə olunmuş istifadəsi. Ümumiyyətlə, müəllim öz yaradıcılığına əsaslanaraq istənilən onlayn tədris növlərini birlikdə adaptə edərək tətbiq edə bilər. Bəli. Növbəti təlim modelimiz sorğu və araşdırma əsaslı öyrənmədir. Bu da çox maraqlı öyrənmədir. Gəlin baxaq. Albert Einstein'in belə bir ifadəsi var. Mənim xüsusi bir istedadım yoxdur. Sadəcə çox güclü maraq hissim var. Bir çox tədqiqatlar da göstərir ki, effektiv öyrənmənin açar məqamlarından biri təbii maraq hissinin aktivləşdirilməsidir. Hətta məşhur IQ və emotional quotient, yəni təsnifatlarında və digər bu anlayışlarla əlavə olunub. Təbii maraq hissi sual doğurur. Suallar isə bizi cavab axtarmağa sövq edir. Bu axtarış isə yeni bilik və bacarıqları əldə etməyə və beləcə də dünyanı dərk etməyə yönəldir. Yəni, Einstein deməyinə belə çıxır ki, mənim güclü istedadım yoxdur, sadəcə marağım var və marağımın arxasınca gedirəm. İntellektual maraq ilə öyrənməni uzlaşdıran sorğu və araşdırma əsaslı təlim elmi metodun tədris prosesinə uyğunlaşdırılmış modeldir. Belə ki, şagirdlər öyrənmə prosesinə sual verərək, hipotez, yəni fərziyyə irəli sürmək, müşahidə etmək, araşdırma aparmaq, nəticə çıxarmaq və nəticəni yoxlamaqla araşdırma xarakterli fəaliyyətə cəlb olunur. Bu fəaliyyət özlüyündə müxtəlif bacarıqları, məqsəd müəyyənləşdirmə, vaxt və prioritetləri idarə etmə,
informasiyanı emal etmə, komanda ilə işləmə, yazılı və şifahi ünsiyyət, tənqid etmə, problem həll etmə, dəyərləndirmə və s. inkişaf etdirməyə imkan yaradır. Bəli, indi növbəti oxuduqca siz daha yaxşı qavrayacaqsınız. Baxın müəllimlər, sorğu və araşdırma əsaslı təlim şagird mərkəzli yanaşmadır. Aha. Ümumiyyətlə biz bunu bilməliyik ki, bilirik ki, kurikulum özü də elə necə bir təhsil formasıdır. Yəni necə bir təhsil proqramıdır. Şagird mərkəzlidir, düzdürmü? Ona görə onun daxilində olan təlim modeli təbii ki, şagird mərkəzli olacaq. İnformasiyanı pasiv şəkildə qəbul etməkdən daha çox elmi məlumatın birbaşa şagirdin iştirakı ilə araşdırılmasını nəzərdə tutur. Konstruktivizmə əsaslanan bu təlim modeli şagirdin ilkin bilik və təsəvvürlərindən başlayaraq onu suala yönləndirir, cavab üçün fəaliyyətə sövq edir. Beləliklə şagirdin özünün fəallığı ilə yeni bilik və bacarıqların inşasına çalışır. Yəni bir növ şagirdə maraq oyadaraq onu fəaliyyətə sövq edir. Bunu demək istəyir. Yəni biz əvvəlcə şagirddə müəyyən bir maraq yaratmalıyıq həmin mövzuya, daha sonra ana maraqlı olmalıdır. Çünki burada Einstein nə dedi? Dedi, mən xüsusi bir istedadım yoxdur, sadəcə güclü bir marağım var. Mənə maraqlı gələn bir şey mən araşdırmağa, öyrənməyə, suallar verməyə başlayacağım, düzdürmü? Buna görə də ilk öncə biz şagirdə maraq yaradırıq, daha sonra o marağın arxasınca getməlidir. Və beləliklə şagirdin özünün fəallığı ilə yeni bilik və bacarıqların inşasına çalışır. Sorğu və araşdırma əsaslı öyrənmə ilə bağlı tədqiqatları ümumiləşdirəndə öyrənmə prosesi kimi onun əsas komponentlərini belə sadalamaq olar. Yönləndirmə, əsas sualın qoyulması və ya hipotez irəli sürülməsi, araşdırma, nəticə, müzakirə. Dərs şagirdlərin məqsədə yönləndirmə ilə başlayır. Bu ilkin addımda şagirdlərin diqqət və marağını stimullaşdırmaq üçün məqsədə uyğun formada müxtəlif metodlardan istifadə etmək ilə bəhs açılır. Və mövzu ilə əlaqədar bir situasiya canlandırmaqla uyğun şəkil, qrafik, video və s. göstərmələr və şagirdlərin edə biləcəyi münasib fəaliyyətə təşkil etməklə şagirdlər prosesə cəlb edilir. Bəli, müəllimlər, baxın. Biz bilirik ki, yəni siz müəllimlər hər biriniz praktikada icmal yazmısınız düşünürəm. Çünki praktikada pedaqoji təcrübə keçiriləndə hər birimiz icmal yazmalıydıq. Yəni açıq dərs keçirilir, icmal yazılır və həmin icmalda biz bilirik ki, ilk mərhələ başlayır motivasiya ilə. Motivasiya nədir? Şagirdə mövzuya uyğun maraq yaratmalıyam. Bu marağı necə yaradıram? Video göstərə bilərəm, müəyyən bir şəkil göstərə bilərəm, müəyyən bir qrafik çəkə bilərəm, sual verə bilərəm, həyatdan sual verə bilərəm, rubriklər yarada bilərəm. Yəni artıq nədir? Bu qalır sizin öz seçiminizə. Şagirdə elə bir maraq yaratmalısınız ki, onun bütün fikri, diqqəti sizdə olsun, düzdürmü? Artıq ona maraqlı olan o dalıca gedəcək. Ona görə maraqlı olanın arxasınca gedəcək. Ona görə elə bir maraq yaratmaq lazımdır ki, onu öyrənməyə təşviq edək. Maraq oyatmaq üçün hər hansı bir fenomenlə bağlı suallar verilir. Yaradılan situasiya ilə bağlı şagirdin maneəni necə dəf edəcəyi formalaşdırılır. Yönləndirmə mərhələsi üçün yaradılan mühiti müəllim təqdim etməklə və ya şagirdlərdən fikir soruşmaqla təşkil edilir. Beləliklə şagirdin öyrənmə, araşdırma marağı aktivləşdirilir. Növbəti addımda əsas sualın qoyulması və ya hipotez irəli sürülməsi təşkil edilir. Bu mərhələ qoyulan problemi bir anlayış kimi nəzərdən keçirməyi, onu konseptual olaraq anlamağı hədəfləyir. Bu addımda anlayış, konspekt haqqında sual doğuran məqam ortaya qoyulur və ona müvafiq hipotez irəli sürülür. Burada məqsəd şagirdləri əsas suala və yoxlama olan hipotezə yönəltməkdir. Deməli, bizim ikinci addımız nə oldu? Hipotez oldu. Burada da göründüyü kimi. Artıq növbəti biz addımızda əsas hipotez, yəni fərziyyə irəli sürülür. Hər biri müəyyən bir həll yolu deyə bilər, müəyyən bir cavab verə bilər. Biz ona əsas odur ki, həmin o problemi bir anlayaq və konseptual olaraq deyək ki, anlamağı hədəfləyir. Sual doğuran məqam ortaya qoyulur və müvafiq hipotez irəli sürülür. Əsas məqsəd şagirdə suala və yoxlama olan hipotezə yönəltməkdir. Yəni burada bir növ şagirdi yönləndiririk, daha sonra onların fərziyyələri nəzərdən keçiririk. Fərziyyələr irəli sürülməsi üçün biz onları təşviq etməliyik bir növ. Qeyd edilən mərhələnin məntiqi davamı kimi araşdırma.
Tədqiqat mərhələsi həyata keçirilir. Qoyulan suala və irəli sürülən hipotezə cavab tapmaq üçün şagirdlər marağı hərəkətə, fəaliyyətə çevirirlər. Yəni bir növ tətbiq var burada müəllimlər. Deməli, yönləndirdik, maraq yaratdıq, fərziyyələr, hipotez irəli sürdük. İndi isə fəaliyyət var. Artıq başlayırlar araşdırmağa. Araşdırma sualı əsasında sistemli şəkildə araşdırma və təcrübə aparılır. Datalar toplanılır. Əldə edilənlərlə səbəb-nəticə əlaqələri müəyyənləşdirilərək analiz edilir. Proses araşdırma sualının cavabının tapılmasına, fərziyyənin yoxlanılması və yeni biliklərin sintez edilməsinə gətirib çıxarır. Bu mərhələ ən məsuliyyətli mərhələdir. Vaxt və resurslardan düzgün istifadə edə bilmək üçün dəqiq planlaşdırma tələb edir. Planın tərkib hissəsi kimi ehtiyac olan resursların öncədən hazırlanması və istifadə təlimatlarının tərtib edilməsi lazımdır. Bəli, müəllimlər, biz ola bilər ki, müəyyən bir özümüzdən əlavə resurslar gətirə bilərik. Şagirdlərə düzgün araşdırma aparmaq üçün, çünki ən məsuliyyətli mərhələdir. Şagirdlərə düzgün araşdırma aparmaq üçün özümüzdən əlavə, məsələn, hər hansı bir məlumat verə bilərik. Hər hansı bir iş vərəqi, həmin o iş vərəqində müəyyən bir məlumatlar ola bilər və yaxud da müəyyən bir sxem verə bilərik. Həmin o mövzumuzla bağlı sxem ola bilər, qrafik ola bilər ki, o qrafiklərdən də yararlanalar, daha da dərindən araşdırma ola bilər. Növbəti addım isə nəticənin ortaya qoyulmasıdır. Burada əvvəldə qoyulan sual və ya fikirlə araşdırma əldə edilən nəticələr qarşı-qarşıya qoyulur. Yəni, əvvəldən qoyulan sual və fikirlə əldə etdiyimiz nəticə qarşı-qarşıya qoyulur. Fikir versə, bütün addımlar arasında kəskin keçid yoxdur. Biri digərinin davamıdır. Hər hansı bir addımın yekunu ilə növbəti addımın başlanğıcı oşarlıq təşkil edir. Sonda araşdırmadan əldə edilən nəticələr başqalarına təqdim edilir və müzakirə olunur, refleksiya olunur və tamamlanır. Gəlin bir nümunəyə baxaq indi isə. Sorğu və araşdırma əsaslı öyrənməni sadə bir nümunə əsasında belə izah etmək olar. Şagirdlər müşahidə edirlər ki, müxtəlif otaqlarda, eyni gündə, eyni torpaqda, eyni növdə əkilmiş iki bitkinin birinin inkişafı digərlərindən fərqlənir. Müxtəlif otaqdadır. Eyni gün, eyni torpaq və eyni növdə əkilmiş bir bitkidir. Amma otaqları müxtəlifdir. Biri daha gözəl gəlimli, digəri isə ondan boyca balacadır. Bu müşahidə şagirdlərə sual doğurur. Niyə A bitkisi B bitkisindən daha yaxşı inkişaf edib? Gəlin bunu sorğu və araşdırma modeli əsasında nümunə gətirək. Şagirdlər bilir ki, bitkinin böyüməsi üçün suya ehtiyacı var və hər iki bitkiyə eyni vaxtda, eyni miqdarda su veriblər. Bunu bildikləri üçün bitkilər arasında inkişaf fərqinin başqa səbəbdən qaynaqlandığına qərar verirlər. Deməli, su verməkdən deyil, çünki ikisi də eyni vaxtda, eyni miqdarda su veriblər bitkiyə. Şagirdlər araşdırma nəticəsində müəyyən edirlər ki, bitkinin inkişafı sudan başqa digər amillərdən də asılıdır. Bu hansı amillərdir? İşıqdan, temperaturdan. Şagirdlər qərara gəlirlər ki, bitkilərin olduğu otaqlarda temperatur ölçmələri aparsın. Bir neçə günün müxtəlif saatlarında aparılan eyni sayda ölçmələrlə müəyyən edilir ki, hər iki bitkinin temperatur şəraiti eynidir. Su və temperatur faktoru oxşar olduğundan şagirdlər proqnozlaşdırırlar ki, bitkilərin günəş işığına məruz qalma müddəti fərqlidir. Bunu aydınlaşdırmaq üçün müşahidəni bu istiqamətə təşkil etməyə qərar verirlər. Şagirdlər hər iki bitkinin gün ərzində ayrı-ayrılıqda neçə saat günəş işığına məruz qalmasını müşahidə edib qeydiyyat aparırlar. Aparılan təcrübə əsasında məlum olur ki, gün ərzində A bitkisi B bitkisindən 3 saat daha çox günəş enerjisi qəbul edir. Eksperimentin nəticəsi olaraq şagirdlər qeyd edirlər ki, su, temperatur, işıq bitkinin inkişafına təsir göstərən amillərdir. Bu 3 faktordan hər hansı birinin fərqli olması bitkinin inkişafında da müxtəlif cür təzahür etdiyi müəyyən olunur. Müəllimlər, baxın, biz burada nə etdik? Əvvəlcə maraq yarandı ki, niyə bu bitki digər bitkidən fərqlidir də, yəni eyni inkişaf eləməyib. Sonra bunlar araşdırma aparıblar ki, biz bilirik ki, su, işıq, yəni işıqdır, sudur, bunlar eyni verilib, düzdürmü? Amma temperatur fərqli ola bilər və ya günəşin düşmə bucağı ola bilər. Daha sonra başlayıblar eyni sayda ölçmələr. Artıq nədir? Araşdırma mərhələsidir, düzdürmü? Baxın, daha sonra başlayıblar, burada qaldım, araşdırma mərhələsi. Və araşdırma mərhələsindən sonra nəticədə əldə eləyiblər ki, bəli, A bitkisi B bitkisindən 3 saat daha çox günəş enerjisi qəbul edir və sonda da, nəticədən sonra da müzakirə edirlər.
Şarjlı qoyulan sualın cavabını səmərəli bir təcrübə ilə aparılır və bu proses əldə etdikləri nəticələr təqdim edilir. Elmi metodun tətbiqi ilə həyata keçirilən bu proses konseptual öyrənmə üçün əlverişlidir. Şagirdlər hansısa faktları əzbərləmirlər. Onlar nəzəri məlumatları təcrübədə sınaqdan keçirərək öyrənirlər. Bəli, sınaqdan keçirmək çox yaxşıdır, çünki biliyini bacarığa çevirirsən. Tətbiq var burada. Göründüyü üçün burada həm deduktiv, həm də induktiv yanaşmadan istifadə olunmuşdur. Yəni şagirdlər öncə nəzəri olaraq ümumi prinsiplərlə tanış olur, yəni deduktiv, ümumidən xüsusiyə. Daha sonra həmin məlumatları bitkilərin inkişafında rolunu nəzərdən keçirirlər. Yəni təcrübə olaraq nümunələrdən ümumi prinsipə doğru gəlirlər. Belə bir fəaliyyət hər hansı bir biliyin formalaşması ilə yanaşı bir çox bacarıqların inkişafına zəmin yaradır. Bəlkə əldə edilən bilik hər zaman, hər yerdə, hər kəs üçün gərəkli olmaya bilər. Amma tənqidi düşüncə, problem həll etmə, əməkdaşlıq, ünsiyyət, təqdimat və s. kimi bacarıqlar hər zaman həyatın istənilən sferasında, istənilən mühitində, istənilən zamanında hər kəs üçün zəruridir. Bəli, yəni bu öyrəndiyiniz məlumat sizin üçün çox vacib olmaya bilər. Amma həyatınızda təkcə bu məlumat deyil ki, əməkdaşlıqdır, problem həll etmədir. Bu kimi bacarıqlar da sizin lazımdır həyatda. Və tədris prosesində sorğu və araşdırma əsaslı təlim 5E modelindən istifadə etməklə də həyata keçirilə bilər. Deməli, hal-hazırda təbiət fənni üçün yazılmış dərsliyin strukturu 5E modelinə uyğun tərtib edilmişdir. Gəlin görək 5E modeli nədir? Maraq oyatma, engage. Bu mərhələdə şagirdlər tanış olan bir situasiyadan. Deməli, şagirdlər, bunu belə eləyək. Şagirdlərə tanış olan bir situasiyadan istifadə edərək suallar verilir və onlar müzakirəyə dəvət olunurlar. Məqsəd şagirdləri ilkin bilikləri ilə dərsin təlim nəticələri arasında əlaqə qurmaq. Mövzuya maraq oyadaraq onları tədqiqata yönəltməkdir. Müvafiq suallar əsasında verilmiş situasiya ilə öyrənəcəkləri anlayışlar arasında körpü yaradılır. Yəni bir növ şagirdlər maraq yaradır. Sonra araşdırma, explore. İkinci mərhələdə olan araşdırma mərhələsi şagirdlərin fəaliyyətlərində iştirak edir. Nəticəni müzakirə edir və konkret nəticələrdən daha ümumi anlayışa keçid üçün hazırlıqlı olur. Artıq burada fəaliyyət var, araşdırma var, tətbiq var. Əldə etdiyi nəticəni də müzakirə edir və konkret nəticələrdən daha böyük anlayışa keçirlər. Sonra izah etmə, explain. Bu mərhələdə müəllim şagirdlərin fəaliyyəti mərhələsində əldə etdikləri bilikləri ümumiləşdirir və təlim nəticəsində nəzərdə tutulan anlayış, təlim və qanunalar birbaşa təqdim edir. Artıq izah etmədə müəllim artıq ümumiləşdirir və təlim nəticəsində nəzərdə tutulmuş anlayışı birbaşa təqdim edir. Möhkəmləndirmə, elaborate. Əvvəlki mərhələnin davamı olaraq dərinləşdirmə mərhələsində müəllim yeni misallar və nümunələr təqdim edir. Yəni, anlayış tətbiq olunduğu üçün əhatə dərsini genişləndirir. Artıq müəllim nə etdi? Marağı oyatdı, araşdırdı, izah elədi. Artıq daha da möhkəmləndirir, nümunələr çəkir, möhkəmləndirir. Və qiymətləndirmə, evaluate. Sonuncu mərhələdə şagirdlərin öyrəndikləri qiymətləndirilir, təlim nəticələri üzrə əldə etdiyi nəticələr dəyərləndirilir. Bunun müəllim tərəfindən tapşırıq vermə vasitəsilə və ya qiymətləndirmə meyarlarına əsasən şagirdin özünü qiymətləndirməsi şəklində də aparıla bilər. Bəli, özünü qiymətləndirmə olduğu zaman mütləq şəkildə meyar olmalıdır və şagird həmin meyara əsaslanmalıdır. Özü istədiyi kimi qiymətləndirə bilməz. Nəzərə almaq lazımdır ki, sorğu və araşdırma əsaslı təlim təkcə eksperimental yolla deyil, eyni zamanda mənbələr üzərindən araşdırma etməklə də həyata keçirilə bilər. Bu baxımdan təkcə təbiət fənlərində deyil, digər fənlərdə də tətbiq edilməsi mümkündür. Müsbət cəhətləri bəs nələrdir? Gəlin buna da nəzər yetirək. Öyrənmə prosesi şagirdlərə daha maraqlı və mənalı gəlir. Şagirdlər cəlb olunduqları fəaliyyətlə təcrübə bacarıqları əldə edilir. Bəli, şagirdlər artıq burada fəaliyyət var, tətbiq var. Biliklərin dərinləşdirilməsinə, onların uzunmüddətli yaddaşa ötürülməsinə imkan yaradır. Bəli, çünki burada müəllim möhkəmləndirmə edir, nümunələr çəkir. Artıq nə olur? Mövzu şagirdə daha da möhkəmlənir, daha da dərinləşir, yadında qalır. Qısa müddətli yaddaşından uzun müddətli yaddaşına köçürülür. Müəllimlər şagirdlərin inkişafını daha açıq müşahidə edə bilirlər. Şagirdlərin inkişafını daha açıq şəkildə, rahat formada müşahidə edə bilirlər və şagirdlərdə müxtəlif proses bacarıqlarını, məsələn, vaxtı idarə etmə, informasiyanı emal etmə, əməkdaşlıq, komanda ilə işləmə, şifahi şəkildə ünsiyyət, yazılı şəkildə ünsiyyət, problem həll etmə və s. kimi bacarıqlar
inkişaf eləməyə imkan yaradır. Hər nə qədər sorğu və araşdırma əsaslı öyrənmə şagird mərkəzli təlim modeli olsa da, müəllimin rolu və funksiyası olduqca həlledicidir. Öyrənmənin başarımsı və prosesin düzgün istiqamətləndirməsi müəllimin səriştəsindən və yerində müdaxiləsindən çox asılıdır. Bu prosesdə müəllimin funksiyası aşağıdakı kimi təsvir etmək olar. Mövzuya giriş üçün şagirdlərin diqqətini çəkmək və onlardan araşdırmağa sövq edəcək sual qoymaq və situasiyanı təsvir etmək. Qeyd edilən sual, problem ətrafında şagirdləri müzakirəyə, dialoqa təşviq etmək və bu prosesə rəhbərlik etmək. Ehtiyaca görə şagirdləri qruplaşdırmaq və ya bütün siniflə müzakirəni təşkil etmək. Müzakirələri diqqətlə izləmək və yanlış müzakirələri korrektə etmək, yəni düzəliş etmək deməkdir. Eyni zamanda onları daha yaxşı olması, anlaması üçün əlavə informasiya ilə təmin etmək. Öyrənməni mənalı etmək üçün şagirdlərin mövcud təcrübələrindən istifadə etmək lazımdır. Bu da bizim sorğu və araşdırma əsaslı öyrənməmiz. Çətindirmi? Deyil müəllimlər. Yeni əlavə olunmasına baxmayaraq çox rahat, maraqlıdır. 2-3 dəfə oxuduqdan sonra daha yaxşı mənimsəyəcəksiniz, daha yaxşı öyrənəcəksiniz. Ona görə heç də narahat olmayın. Və problem əsaslı öyrənmə, daha sonra layihə əsaslı öyrənməmiz var. Gəlin başlayaq, problem əsaslı öyrənməylə davam edək. Bunlar kitabımızda var, bunlar sizə yad deyil, keçmişsiniz. Problem əsaslı öyrənmə. Dərsimiz yazılırmı? Yazılır. Problem əsaslı öyrənmə. Şagird mərkəzli öyrənmə modellərindən biri də problem əsaslı öyrənmədir. Project Based Learning. Bu öyrənmə modeli tətbiq edilərkən şagirdlərin fənnin məzmununa uyğun real həyat probleminin həlli üzrə fəaliyyətə cəlb olunurlar. Problem əsaslı öyrənmədə nə var? Real həyat problemi var. Həm mövcud biliklərin istifadəsi, həm də yeni biliklərin və bacarıqların əldə edilməsi şəraitində effektiv öyrənmə imkanı yaradır. Bəli, həm mövcud biliklərini istifadə edirsən, həm də yeni bir şey öyrənirsən. Problem üzərində düşünmək, onu hər tərəfi müzakirə etmək, həllinə çalışmaq, tənqidi düşünmə, problem həll etmə, ünsiyyət kimi bacarıqları inkişaf etdirir. Problem əsaslı öyrənmə qrup şəklində aparıldığından şagirdlərdə əməkdaşlıq bacarıqları aşılayır. Bəli, problem əsaslı öyrənmə şagirdlərdə əməkdaşlığı formalaşdırır. Çünki qrup şəklində aparılır. Eyni zamanda hər hansı bir problemi həll etmək, bunun üçün çalışmaq onlarda daxili motivasiyanı aktivləşdirir. Problem əsaslı öyrənmə mərhələləri özündə ehtiva edir. Problemi ifadə edən açıq tipli sualın təqdim edilməsi. Bəli, müəllimlər, mən sizə dəfələrlə bu rastlaşanda deyirəm, açıq tipli sual nədir, qapalı tipli sual nə idi? Yadımıza salırıq. Açıq tipli sual, yəni cavabı daha geniş olan, qısa cavablar olmur, öz fikrində ifadə edə bilərsən. Amma qapalı tipli suallar daha çox hə, yox, bəli, xeyr, qısa formada cavablar verilən qapalı tipli suala aiddir. Daha sonra problemi aydınlaşdırmaq, müzakirə etmək, bilikləri təsnif etmək, problem haqqında nə bilirik, problem haqqında nəyi bilməyimizə ehtiyac var, mümkün həll yollarını ortaya qoymaq və nəticələri və həll yolu bölüşmək. Problem əsaslı öyrənmə bir çox xüsusiyyətləri layihə əsaslı öyrənmə ilə çox oxşardır. Hətta onu layihə əsaslı öyrənmənin alt forması kimi təqdim edən mütəxəssislər də var. Bütün oxşar cəhətlərinə baxmayaraq, hər ikisinin bir-birindən fərqli xüsusiyyətləri vardır. Gəlin müqayisə edək. Layihə və problem əsaslı öyrənmə modellərinin hər ikisi şagird mərkəzli olmaqla şagirdlərdə öyrənmə aktivliyi yaratması, tənqidi təfəkkürü, problem həll etməyə, əməkdaşlığı inkişaf etdirməsi baxımından ortaq xüsusiyyətə malikdir. Lakin bir-birinin fərqli tərəfləri də var. Bir məqamda qeyd etmək lazımdır ki, həm layihə, həm də problem əsaslı öyrənmə müəyyən baza biliklərin olması şərtləndirir. Yəni, müəyyən bir biliyə sahib olmalıyıq. Biz axı bayaq dedik, mövcud bilimizdən istifadə edirik və yeni biliyi öyrənirik. Burada da, yəni müəyyən bir baza biliklərimiz olmalıdır ki, biz o mövcud olan biliklərimizdən istifadə edə bilək. Erkən öyrənmə dövründə zəruri biliklərin limitli olması şəraitində bu modelin tətbiqi daha az effektivdir. Şagirdlərin qeyd edilən fəaliyyətə cəlb edilərkən qısa vaxtda həddindən artıq informasiyaya məruz qalması keyfiyyətli öyrənməni əngəlləyə bilər. Fundamental biliklərdən yola çıxaraq onun zəruri informasiyaya dəstəkləməsi və konseptual biliklərin möhkəmləndirilməsi şagirdin kognitiv inkişafına əlverişli şərait yaradır. Gəlin baxaq görək bu nə deməkdir. Daha dərindən öyrənək. Layihə əsaslı öyrənmə. Biz bu layihə əsaslı öyrənmə ilə tanış olaq, daha sonra cədvələ qayıdacağıq.
Layihə əsaslı öyrənmə, project based learning. Şagirdlərin müəyyən vaxt ərzində araşdırma aparmaqla, daha çətin sual və problemə cavab axtarmaqla bilik və bacarıq əldə etdiyi təlim modelidir. Müəllim yönümlü dərslə dinamik həyat tərzi keçirən şagirdlərin yüksək səviyyədə və effektiv şəkildə dərsə cəlb olunmasını təmin edə bilmir və dərslərin əksəriyyəti onlar üçün maraqsız olur. Şagirdlərin təlim prosesinə əldə etdikləri biliklər çox vaxt real həyatla əlaqələndirilə bilməmələri də onların öyrənməyə olan marağını azaldan faktorlardan biridir. Çünki burada real həyatla əlaqələndirmə var və bunu edə bilməyən şagirdlər maraqsız ola bilər. Bəzən elə gəlir ki, öyrənilən nəzəri biliklər həyatda öz əksini tapmır. Halbuki təhsil təkcə nəzəri biliklərin öyrənməsi ilə yekunlaşmır. Həyata da tətbiqini özündə ehtiva edir. Layihə əsaslı öyrənmə modeli effektiv alternativlərdən biridir. Bu növ davam edirik. Deməli, layihə əsaslı öyrənmə nədir? Layihə əsaslı öyrənmə müasir dövrdə aktual olan şagird yönümlü təlim modellərindən biridir. Bu təlim modeli ənənəvi öyrənmədən fərqli olaraq təkcə nəzəri biliklərin mənimsənilməsi ilə yekunlaşmır. Bəli, müəllimlər, biz az öncə də qeyd elədik ki, problem əsaslı öyrənmə də şagird yönümlü təlim modellərindən biridir. Nəzəri biliklərdən istifadə etməklə hansısa məsələnin həllini tapmağı nəzərdə tutur. Layihə əsaslı öyrənmə öyrənilən biliklərin onların tətbiqini uzlaşdıran, real həyat problemlərinə xitab edən bir modeldir. Eyni zamanda proses boyunda təcrübə olaraq bilikləri dərinləşdirmək, əməkdaşlıq, ünsiyyət, problem həll etmək kimi bacarıqların inkişafına şərait yaradır. Layihə əsaslı öyrənmə çətin və real problemin həll yollarının tapılması, şagirdlər müxtəlif konsepsiya və prinsiplərin öyrənməsi üçün istifadə olunur. Burada məqsəd şagirdləri bilik və faktları informasiya kimi öyrənib danışması yox, bu biliklər lazımi məqamda istifadə edə bilmələrini təmin etməkdir. Layihə əsaslı öyrənmənin addımları: sualın qoyuluşu, plan tərtibatı, araşdırma və məhsul hazırlığı, scaffolding, doğru istiqamət vermə deməkdir, monitoring, nəticələrin yoxlanılması. Monitoring bilirik ki, yoxlama deməkdir, indi qiymətləndirmədə də keçəcək və prosesin, fəaliyyətin dəyərləndirilməsi. İlk mərhələdə hər hansı real həyat problem və onun sualı müəyyən edilir. Sual açıq tipli, müxtəlif həll yollarına aparan, yığcam, hər hansı bir maneəni dəf etməyə yönələn və eyni zamanda şagirdləri özünə cəlb edən məzmunda olur. Problemin aktuallığı və şagirdlərin bu məsələ ilə dərindən bağ qurması, özlərini bu işə həsr etmələri sual keyfiyyətindən çox asılıdır. Sual şagirdin cavab axtarmaqla problemin həllinə təsir göstərəcəyinə inam yaratmalıdır. Bu mərhələdə müəllim şagirdləri yalnız yönəltməklə, düşünməyə kömək etməklə fasilitasiya edir. Bəli, müəllimlər, baxın, sual elə qoyulmalıdır, həm şagird Müəllimlər, sual açıq tipli olması, yəni müxtəlif həll yollarına aparmalıdır. Çünki qapalı tipli sual verilə bilməz. Qapalı tipli sualın cavabı konkret olur. Amma açıq tipli sualın cavabı həm geniş olur, həm həll yolları çox olur. Artıq sən onun həll yollarını axtarırsan, düşünürsən. Yəni və problem eyni zamanda aktual olmalıdır. Şagirdlər bu məsələyə dərindən bağ qurması, yəni dərindən bağ qurması o deməkdir, şagirdlərə bu sual maraqlı olmalıdır. Yəni, onların marağını da nəzərə almaq lazımdır. Keyfiyyətli sual olmalıdır. Növbəti addım plan tərtib edilir. İlk olaraq əsas sualın hansı məzmun standartlarını əhatə etdiyini, digər fənlərlə əlaqəsini nəzərdən keçirmək lazımdır. Bundan sonra planda fəaliyyət üçün müddət, resurslar, vəzifə bölgüsü və sair kimi detallar öz əksini tapmalıdır. Bəli, biz bir işi yerinə yetirərkən həmişə həyatımızda da plan qururuq, düzdürmü? Yəni planlı hərəkət edirik. Buna görə də hər hansı bir məzmun standartlarını əhatə etməlidir, fənlərlə əlaqəsini nəzərdən keçirmək lazımdır, digər fənlərlə əlaqəlidirmi? Əgər əlaqəlidirsə, həmin mövzu haqqında nəzər yetirmək olar, həmin o hissədən də oxumaq olar, müəyyən bir resurslarımız olmalıdır, vaxtımız olmalıdır, vəzifə bölgümüz olmalıdır. Komandada hər kəs müəyyən bir öz öhdəsinə bir işi götürməlidir. Bütün bu detallar planlamada qeyd olunur.
Plan hazırlanmasında şagirdlərin özləri də aktiv iştirakçı çox vacibdir. Çünki bunu onlar yerinə yetirəcək. Bunlar araşdırma aparacaq, şagirdlər araşdırma aparacaq. Ona görə onlar özləri aktiv olmalıdır ki, plan hazırlanmasında özlərində bir məsuliyyət hissi də oyansın. Bu prosesə daha effektiv cəlb olunmasına səbəb olacaq. Gedişatda müəllimin mentorluğu ilə planda dəyişikliklərin edilməsi mümkündür. Daha sonra plan üzrə araşdırma və məhsul hazırlığı həyata keçirilir. Ortaya qoyulan sual və problemlə bağlı fikir mübadiləsi, müzakirə təşkil olunur. Ardınca qeyd edilən məsələ ilə bağlı etibarlı mənbələrə müraciət etməklə informasiya toplanılır. Artıq başlayır müxtəlif mənbələrdən, təcrübəli şəxs də ola bilər, digər hər hansı bir mənbələrdən də ola bilər, informasiya toplamağa başlayırlar. Əldə edilən məlumatlar təhlil edilir və nəticəyə gəlinir, həll yolu formalaşdırılır. Layihənin məhsulu, prototipi üzərində işlənilərək təqdim etmək üçün hazırlanır. Proses müəllim tərəfindən yaxından izlənilərək yerində və konstruktiv əks əlaqə qurulur. Bəli, əks əlaqənin zamanında, vaxtında qurulması vacibdir. Şagirdlərin əməkdaşlıq şəraitində işləməsini, bölüşdürülən vəzifələrin məsuliyyətli icra edilməsini diqqətdə saxlamaq lazımdır. Bəli, müəllim eyni zamanda diqqət eləməlidir ki, əməkdaşlıq necədir, vəzifələr yerinə yetirərkən məsuliyyət hissi olmalıdır. Bütün bunlara diqqət etmək lazımdır. Ehtiyac yaranarsa şagirdlərə əlavə resurslar verilə bilər, köməklik göstərilə bilər. Gedişatı, komanda işini və layihənin icrasını effektiv izləmək üçün qiymətləndirmə etalonundan istifadə etmək üçün işin axıcı getməsinə imkan verəcək. Layihə tamamlananda qiymətləndirmə rubriki vasitəsilə həm nəticələrin yoxlanılması, həm də prosesin dəyərləndirilməsi, refleksiya həyata keçirilir. Bu prosesdə şagirdlərin iştirakı ilə aparılması məqsədə uyğundur. Bəli, təbii ki də nəticələrin yoxlanması, rubriklərdəki meyara əsasən uyğun olub-olmadığını şagirdlərlə birlikdə qiymətləndirmək daha yaxşı olar. Əldə edilən nəticə, məhsul, bilik, bacarıqların müzakirəsi ilə yanaşı şagirdlərin keçirdikləri hissləri də ifadə etməsi olduqca əhəmiyyətlidir. Şagirdlər layihələrini tam təqdim etməmişdən əvvəl sınaqdan keçirməlidir. Çünki sınaqdan keçirmək vacibdir. Bir şeyi yerinə işlədiniz, nəticəni tamamladınız, onu sınaqdan keçirmək lazımdır, düzdürmü? Məsələn, adi gedirik, dükandan hər hansı bir avadanlıq alırıq. Daha sonra gətiririk onu evdə və yaxud orada alanda, elə orada da yoxlayırıq, işləyir, işləmir. Yəni, bir növ sınaqdan keçirir və yaxud da tutaq ki, alıb evə gətiririk, evdə yoxlayırıq, işləyir, işləmir. Əgər işləyirsə yaxşı, işləmirsə aparıb qaytarırıq, düzdürmü? Sınaqdan keçirmək lazımdır ki, bəlkə gözdən yayınan hər hansı bir problem var. Biz onu həll edək, daha sonra təqdim edək. Çünki təqdimat zamanı əgər o problem yaranarsa, o bizi bir növ geri atacaq. Eyni zamanda yaradıcı təfəkkürün inkişafı üçün də ideyaların müxtəlif nöqteyi nəzərdən qiymətləndirilməsi və sınaqdan keçirilməsi də təkmilləşdirilməsi çox vacibdir. Ümumən, layihələrin hazırlanması uzun müddəti, yəni bir neçə dərsi və bir yarım ili hətta əhatə edə bilər. Problem əsaslı öyrənmədə istənilən öyrənmə mühitində fənlərarası inteqrasiyanı özündə əks etdirən modellə həm problem əsaslı, həm də layihə əsaslı. Layihə əsaslı daha doğrusu burada oxuyacaqdım. Layihə əsaslı da, problem əsaslı da hər ikisi fənlərarası inteqrasiyanı özündə əks etdirən modeldir. Əlbəttə, yaxşı olardı ki, bu model bir yarım il müddətində əsas metod kimi istifadə olunsun. Çünki layihə üzərində iş aparılarkən laboratoriya işlərinə, müxtəlif təcrübələrə, müzakirələrə ehtiyac yaranır. Layihə həm də qiymətləndirmə vasitəsi kimi də istifadə oluna bilər. Bir neçə açar məqamlar vardır ki, layihə əsaslı öyrənmənin. Mövzu şagirdlərin bilik və bacarıq və yaş səviyyəsinə uyğun olaraq müəyyən qədər çətin və məntiqli olmalıdır. Problem həll etməklə ortaya real məhsul qoyurlar. Daha sonra dərin və davamlı araşdırma aparılmalıdır. Müxtəlif müzakirələrə qoşulurlar, yeni resurslar tapırlar. Layihənin mövzusu həyatdan götürülür və şagirdin maraq dairəsinə uyğun olur. Şagird layihə boyu gördükləri işlə bağlı müxtəlif qərarlar verir və öz fəaliyyətini qiymətləndirib refleksiya aparırlar. Layihə iştirakçıları prosesin nəticənin yaxşılaşdırması üçün bir-birinə əks əlaqə konstruktiv rəy verirlər. Şagirdlər də onlarla birlikdə çalışan müəllimlər tədqiqatın və layihənin səmərəliyini, qarşılaşdıqları çətinlikləri və onları necə həll edəcəkləri ilə bağlı müzakirə aparır, fikir yürüdürlər. Layihə iştirakçıları öz layihələrini qrafik şəkildə
model, foto, maket, müəyyən bir auditoriyaya təqdim edir və bu haqda danışır. Hazırlayacağı məhsulu nümayiş etdirir. Yəni burada bir təqdimat var. Təqdimat həm sinif daxilində, həm də sinifdən kənarda aparıla bilər. Mövzunun plagiatlılığı yoxlanılır. Yəni köçürülmədir, başqa bir yerdən hazır şəkildə götürülüb ya yox, bu yoxlanılır və işlənmiş mövzulara müraciət etmək olar. Sadəcə məsələyə yeni qatqı və yeni yanaşma nümayiş etdirilməlidir. Yəni kimsə istifadə etdiyi bir şey ola bilər, amma sənin özünün ona bir yeni yaradıcılığın olmalıdır. Yəni onu olduğu kimi götürüb qoymaq olmaz, təqdim etmək olmaz. Nəzərə almaq lazım ki, dərslərdə müxtəlif layihələrin reallaşdırılması və layihə əsaslı öyrənmə eyni deyil. Dərslərdə layihələrin reallaşdırılması şagirdlərdə bilik və bacarıqların formalaşdırılandan sonra onların tətbiqi üçün verilir. Layihə əsaslı öyrənmə isə bilik və bacarıqlar layihənin reallaşdırılması zamanı baş verir. Buna misal olaraq qeyd edə bilərik ki, biologiya dərsində daxili orqanları öyrəndikdən sonra şagirdlərin daxili orqanlar sisteminin modelini hazırlamaq layihədir. Amma bu, layihə əsaslı öyrənmə deyil. Yəni, öyrənəndən sonra sən onu edirsənsə, bu olur nə? Layihənin reallaşdırılması və dərsdə olur. Amma əgər sən bunu edərkən öyrənirsənsə, yeni bir şey öyrənirsənsə, bu olur layihə əsaslı öyrənmə. Bunu sual cavabda daha geniş formada danışarıq. Müəllimlər, narahat olmayın. Biz gəldik nəyə? Layihə əsaslı öyrənmənin nə kimi faydaları var? Layihə əsaslı öyrənmə modelində şagirdlər mövcud bilik və bacarıqlarından istifadə etməklə yanaşı, proses boyu yeni bilik və bacarıq qazanırlar. Bəli, müəllimlər. Siz həm yoldaşınızdan yeni bir şey öyrənirsiniz, həm araşdırma apararkən yeni bir şey öyrənirsiniz. Bundan əlavə, şagirdlərdə 20-ci əsrin bacarıqlarını tənqidi təfəkkür, yaradıcı təfəkkür, əməkdaşlıq, ünsiyyət, problem həll etmə və s. formalaşdırılır. Əlavə olaraq bu model şagirdlərin öyrənməyə olan marağını artırır. Bloom taksonomiyasının sahələrin mərhələlərini formalaşdırmaq imkanı verir. Müasir dövrdə problemləri həll etmək üçün layihələrə çox müraciət olunur. Layihə əsaslı öyrənmə şagirdləri gələcək həyata hazırlayır və problemi həll etmək, layihə üzərində işləmək bacarığını, metodikasını qazandırır. Nümunə, layihənin mövzusu iqlim dəyişikliklərinin Xəzər dənizində suyun səviyyəsinin mənfi təsiri ilə bağlı təklifin layihələndirilməsi. Layihənin xülasəsi. Bu layihədə şagirdlər iqlim dəyişikliklərinin Xəzər dənizində su səviyyəsinin azalmasına təsirini tədqiq edəcəklər. Onlar coğrafiyanın sahələrini, o cümlədən iqlim və ekosistem, əhali və faktorları araşdıracaqlar. Məqsəd şagirdlərin iqlim dəyişikliklərinin əraziyə təsirini anlamasına və hər hansısa bir həll yolu təklif etməsinə nail olmaqdır. Gəlin icra addımlarına nəzər yetirək. 1. Şagirdlər Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlı sübutlar toplayır. Eyni zamanda ərazi üzrə iqlim dəyişikliklərinin təzahür xüsusiyyətlərini müəyyənləşdirir. İqlim dəyişikliklərinin dəniz səviyyəsinə mümkün təsirin olması ilə bağlı informasiyalar tapır və bunun üçün mənbələrə istinad edir. 2. İqlim dəyişikliklərinin Xəzər dənizinə təsirini təhlil edir. Şagirdlər seçilmiş əraziyə iqlim dəyişikliklərinin nə dərəcədə təsir göstərdiyini təhlil edirlər. Onlar təbii və antropogen təsirlərə aid etməlidirlər. Misal üçün, istiləşmənin Xəzərin ekosisteminə, təsərrüfatına necə təsir olmuşdur? Bu proses insanlara, onların məskunlaşmasına, iqtisadiyyatına necə təsir edir? 3. Şagirdlər bənzər mövzuda olan tədqiqatlarla tanış olurlar. Bununla yanaşı müəyyən edilmiş ərazi üzrə iqlim dəyişikliklərinin təsirləri ilə mübarizə aparan təşkilatlarla təmas qururlar. 4. Əgər mümkündürsə, şagirdlər ilkin mənbədən, yerli mütəxəssislərdən, elm adamlarından da müsahibə ala bilərlər. İqlim dəyişikliklərinin təsirini azalmağa tövhə vermək aparılan araşdırmaların nəticəsi kimi təklif oluna bilər. Bu aidiyyatı qurumlara tövsiyə olunur və layihə şəklində təklif oluna bilər. Hər bir şagird və ya qrup əldə etdikləri nəticələr həll yollarını sinifdə və ya geniş auditoriya qarşısında təqdimatla çıxış edir. Refleksiya. Alınan rəylərdən sonra ehtiyac olarsa layihəni yenidən gözdən keçirmək olar. Qiymətləndirmə. Müxtəlif meyarlara əsaslana bilər. Bəli. Məsələn, tədqiqatın dərinliyi, təkliflərin effektivliyi, təqdimatın keyfiyyəti, fənlə mövcud problemin inteqrasiyası və s. bağlı meyarlar nəzərə alına bilər. Göründüyü kimi, layihə əsaslı dərs adi formada tədris olunan coğrafiya dərsindən əsaslı şəkildə fərqlənir.
Bu layihə ilə şagirdlərin hərtərəfli inkişafına təsir etmək olar. Tənqidi təfəkkürü, araşdırma, təklif və təqdimatla çıxış etmə bacarığı, problem həll etmə bacarığı, sonra iqlim dəyişikliyi kimi qlobal problemə qarşı fərqindəliyin yaranmasına inkişaf etdirmək mümkün olur. Layihə əsaslı öyrənməni bütün fənlərdə tətbiq etmək mümkündür. Sadəcə məsələlərə fənnin perspektivindən baxmaq və hansı problemi həll edəcəyimizi fikirləşmək lazımdır. Məsələn, istehlac müddəti uzadılan qidaların, inqridiyentlərin kimyəvi tərkibi və onların insan sağlamlığına təsirini analiz etmək, təkliflə çıxış etmək olar. Və ya riyaziyyat dərsində xəyallardakı evin maketini hazırlamaqla sahə, perimetr, həndəsi fiqurların digər xüsusiyyətləri, materialların real bazar qiyməti və s. kimi parametrlərlə tətbiqi ilə layihə ilə hazırlamaq olar. Bəli, müəllimlər, bu da bizim layihə əsaslı öyrənməmiz oldu. Gəlin yuxarıda qeyd etdiyim kimi o cədvələ baxıb gəl müqayisəmizi aparaq. Layihə əsaslı öyrənmə və problem əsaslı öyrənmə. Deməli, layihə əsaslı öyrənmə yanaşma tərzləri geniş spektrli mövzunu əhatə edən kompleks problemlərə yönəlir. Həmçinin yekunda şagirdlər nəticələri, yəni maddi məhsul təqdimat var. Bütün bunlar şagirdlərin anlamasına və əldə etdiyi bacarıqlara aydın göstəricisi hesab olunur. Problem həll etmə bacarığı, problem əsaslı öyrənmədə hər hansı bir spesifik problemə yönəlmişdir. Şagirdlər əməkdaşlıq şəraitində hansısa real dünya problemini götürüb, onun haqqında informasiya toplayır, daha sonra hipotez irəli sürüb həll yolu təklif edirlər. Amma layihə əsaslıda nə var? Təqdimat var. Sonda nəticəni təqdim edirlər. Müəllimin roluna baxaq. Müəllim bir fasilitator kimi müxtəlif formada öz dəstəyini göstərir layihə əsaslıda və belə ki, sualın qoyuluşunda, resursların təminatına, müntəzəm rəylərin verilməsinə yaxından iştirak etməlidir. Problem əsaslı öyrənmədə necədir bəs? Hər nə qədər problem əsaslı öyrənmə müəllimin fasilitator rolu davam etsə də, o bir addım geridə qalaraq şagirdlərin problemi seçməsi, informasiyanı toplaması və problemin həllinin formalaşmasında onlara sərbəstlik verir. Əhatə dairəsi və müddəti. Əhatə dairəsi və müddətinə gəldikdə geniş əhatə dairəsi və reallaşma vaxtına malikdir. Bu təlim modeli həftələri, yarım ili, hətta bütöv ili də əhatə edə bilər. Burada dərin araşdırma tələb edən bir modeldir ona görə. Və problem əsaslı öyrənmədə bir neçə günü və ya həftəni əhatə edir. Məqsəd təqdim edilən konkret problemi həll etməkdir. Qiymətləndirməyə gəldikdə daha kompleks model olduğundan qiymətləndirmə meyarları da mürəkkəb xarakteristikaya malikdir. Həm məzmun baxımından, həm də əməkdaşlıq, təqdimat, kreativlik baxımından bu bacarıqlar da qiymətləndirmə nəzərdə tutulur. Problem əsaslı öyrənmədə, digər tərəfdən problem əsaslı öyrənmədə isə problemin həlli prosesi, tənqidi düşüncə və təklif edilən həll yolunun keyfiyyət baxımından qiymətləndirmə aparılır. Daha sonra gəldik biz layihə əsaslını keçdik və gəldik oyunlaşdırma və oyun əsaslı öyrənməyə. Oyunlaşdırma nədir və oyun əsaslı öyrənmə nədir? Çox maraqlı və rahatdır müəllimlər. Öyrənmə prosesinin oyundan istifadə son dövrlə həqiqətən də çox geniş yayılan effektiv metodlardan biridir. Həmçinin onu da qeyd edeyim ki, oyun əsaslı öyrənmə, oyunlaşdırma bir növ kinestetik şagirdlər üçün də uyğundur. Onlar da marağını cəlb edir. Bu metod təlim nəticələrinə çatmaq üçün şagirdləri həvəsləndirir, onlara prosesi cəlb olunmağa təşviq edir. Oyun vasitəsilə öyrənmənin iki növü var. Oyunlaşdırma və oyun əsaslı öyrənmə. Hər ikisinin ortaq xüsusiyyəti oyun vasitəsilə şagirdləri öyrənməyə marağını stimullaşdırmasıdır. Fərqli xarakter xüsusiyyətlərindən isə baxaq. Deməli, hər ikisinin oxşar cəhəti nədir? Oyun vasitəsilə şagirdi marağını stimullaşdırmaq. Oyunlaşdırma üsulunda oyun elementləri ilə tapşırıqlar inteqrasiya edilir. Verilən cavablara uyğun xal toplama, səviyyə keçməklə nişanlar əldə etmə, liderlər cədvəli, maneələri dəf etmə və s. kimi oyun elementlərini istifadə etməklə öyrənmə prosesini cəlbedici etmək mümkündür. Məsələn, milyonçu şousu formatında bilik yarışı keçirilməklə şagirdlərin cavablarına uyğun xal toplamasını çalışmaq, öyrənməyə marağı, həyəcanı artırır. Bu oyunlaşdırmadır. Belə variantda hər bir şagird özü ilə yarışır. Bir başqa formada oyun səviyyələri üzrə təşkil etmək və hər səviyyənin nişanına təsis etmək olar. Məsələn, il ərzində 5 təqdimat hazırlayan birinci səviyyə üçün nəzərdə tutulan cəsur titulu,
10 təqdimat hazırlayan mübariz titulu, 15 təqdimat hazırlayan qəhrəman titulu və sair qazana bilər. Bu bizim oyunlaşdırmadır. Digər üsul isə liderlər cədvəlindən istifadə edilir ki, bu üsulun mənfi xüsusiyyəti diqqətə saxlanılmalıdır. Belə ki, cədvəldə sonuncu yerləri tutan şagirdlərin ruhdan düşmə ehtimalı var. Xüsusilə aşağı yaş qruplarında bu üsuldan istifadə edən çəkinmək lazımdır. Çünki onlar həvəsdən düşə bilər, ruhdan düşə bilər. Ona görə də onlara çox tətbiq etmək lazım deyil. Müasir dövrdə oyunlaşdırma üsulunu elektron tətbiqlər vasitəsilə xeyli sadə çeşidlərdə təşkil etmək mümkündür. Bəzi faydalı və praktik tətbiqlərə nümunə kimi WordWall, Kahoot, Educandy, Educaplay, Quizzes, Duolingo və s. kimi qeyd etmək olar. Mən WordWall-u mən özümdə istifadə etmişəm. Çox maraqlı oyun qurmaq olur orada. Yəni WordWall-u sizə təklif eləyərəm, məsləhət görərəm. Girib qeydiyyatdan keçib, qeydiyyatdan keçmək də rahatdır. Google hesabınız olsa, qeydiyyatdan keçib yəni oyunu qura bilərsiniz. Çox maraqlı oyunlar var orada. Oyun əsaslı öyrənməyə gəldikdə isə, oyun əsaslı öyrənmək isə təkcə tapşırıqları deyil, öyrənmə prosesinin özünü bütövlükdə oyun əsaslı qurmağa nəzərdə tutur. Baxın müəllimlər, bir dənə bu fərqi nəzərdən yetirək. Oyunlaşdırmada əsasən tapşırıqlar oyun formasında olur. Amma oyun əsaslı öyrənmədə bütövlükdə təlim-tədris prosesi, bütövlükdə proses oyun əsasında qurulur. Məsələn, hansısa əsəri öyrənmək üçün səhnələşdirmə etmə və ya alış-verişlə bağlı yeni sözləri kontekstdə tətbiq etmək üçün kiçik yarmarka təşkil etmək mümkündür. Bir başqa nümunəyə müraciət etsək, böyük həcmli məzmunu xırda hissələrə bölüb, şagirdlərin təmsilçi rolunda təqdimat etməsinə şərait yaratmaq olar. Məsələn, Azərbaycanın iqlim tiplərinin ərazilər üzrə öyrənərkən hər bir şagirdə sevdiyi və ya qohumlarının yaşadığı, görmək istədiyi rayonu həvalə etmək olar. Məsələn, kimsə çıxış edərək deyir, mən Kürdəmirəm, Kürər zovalında yerləşirəm, yayım isti quru keçir, yayın istiliyindən şikayətlənən çoxdur, amma bunun faydaları da var. Nar, heyva, tut kimi dadlı meyvələr, çeşid tərəvəzlər və bol günəş enerjisi sayəsində yetişir. Bununla yanaşı, quraqlıq yağıntının az yağması çətinliklərə səbəb olur. Qış ayları mülayim və nisbətən yağıntılı keçir. Baxın, bu artıq oldu oyun əsaslı öyrənmə. Bundan başqa, onlayn platformalarda xüsusilə informatika fənni üçün məzmun öyrədən oyunlar da qeyd etmək olar. Bu baxımdan kodlaşdırmanı öyrənən oyunlar, məsələn, Blockly, Games, Codris və s. kimi, bilməm düzgün oxudum ya yox. Bunlar vardır. Oyun vasitəsilə öyrənmə prosesinin təşkil edilməsi bir çox cəhətdən faydalıdır. Bir sıra üstünlüklərini belə sıralamaq olur. Dərsə öyrənməyə maraq oyadır. Həqiqətən də şagirdlərə çox maraqlı olur. İnteqrativliyi, iştirakçılığı artırır. Artıq hər bir şagird dərsdə iştirak etmək istəyir. Hətta oxumayan belə, pasiv, özünə qapanıq belə istəyir ki, iştirak eləsin. Yerində sürətli əks əlaqə təmin edilir. Daha sonra mərhələli, pilləli inkişafı aydın göstərir, kontekstdə öyrənməni təmin edir, əməkdaşlığa və sosial öyrənməyə imkan verir. Bir məsələni diqqət saxlamaq lazımdır ki, oyunla öyrənmə zamanında məqsəd göz ardı edilməməlidir. Yəni, göz ardı edilmədən təşkil edilməlidir. Bizim məqsədimiz təlim-tədris prosesinin təlim nəticəsinə çatmaqdır. Yəni, burada birinci məqsəd şagirdin əylənməsi yox, əylənərək təlim nəticəsinə çatmaq, əylənərək təlim nəticəsinə nail olmaq. Oyun bir vasitədir. Vasitə məqsəd yerinə keçirilməlidir. Oyun tərtib edilərkən də, təşkil edilərkən də təlim nəticələri ön planda tutulmalıdır. Tamamilə doğrudur, bununla razılaşaq. Daha sonra müəllimlər, bizim axırıncı təlimimiz qaldı.